Əmək bazarında tələblər dəyişdikcə peşə təhsilinə maraq yenidən gündəmə gəlir. Bəzi peşələrə maraq və tələbat heç vaxt azalmır. Elə peşələr var ki, onlar əl əməyi göz nuru ilə ərsəyə gəlirlər. Onları yaşadanlar isə öz sənətlərini nəsildən nəslə ötürürlər. 2021-ci ildə 16,1 nəfər olduğu halda 2025-ci ildə bu göstərici 27 min nəfərə yüksəlib. Göstəricilər həm də ondan xəbər verir ki, hətta texnologiyanın inkişafı bəzi peşələri üstələyə bilmir. Peşə təhsilində seçərdim, məsələn, kompüter, IT üzrə seçərdim. Çünki gələcəyə yönümlüdür, həm də ki, ixtisaslaşması daha əlverişlidir. Universitet olmasaydı peşə təhsilinə yönəlirdim, nəyə görə? Əlimdə sənətim olsun, gələcəyim üçün. Məsələn, daha çox elektrik sahəsinə yönələrdim. Peşə təhsili üzrə IT sahəsində oxumaq istəyərdim. Fikirlərdən də aydın olur ki, müasir dövrün peşə sahələri də, seçimləri də dəyişib. Hazırda ən çox maraq informasiya texnologiyaları, sənaye, xidmət, turizm və aqrar sahələri üzrə ixtisaslaradır. Qəbul ötən il 78 peşə təhsil müəssisəsində 152 ixtisas üzrə aparılıb. Son illər ümumiyyətlə həm plan yerlərinin artırılması, həm də peşə təhsil infrastrukturunun genişləndirilməsi deməyə əsas verir ki, növbəti illərdə həm ixtisas, həm də müəssisə sayı genişləndirilə bilər. Hansı ki, əmək bazarının tələblərinə cavab verən ixtisaslar və kadr yetişdirilməsi məsələsi bu gün peşə təhsilini daha da aktual eləyir. Yeni ixtisasların açılması, müasir emalatxanaların yaradılması və işə götürənlərlə əməkdaşlıq bu sahənin cəlbediciliyini artırmağa hesablanıb. Peşə təhsili istiqaməti son illər demək olar ki, daha çox inkişaf etməkdədir. Həm tələb qəbul göstəricilərində, həm də müasir infrastrukturun yaradılması baxımından. İşğaldan azad olmuş ərazilər üzrə bilirsiniz ki, peşə təhsili müəssisələri əvvəllərdə mövcud idi. İndi yenidən həmin ərazilərdə də yüksək texniki peşə liseylərinin, peşə məktəblərinin tikilməsi nəzərdə tutulur. Peşənin isə yaşı və cinsi yoxdur. Elə buna görədir ki, qəbul olunanların 39%-ni qadınlar təşkil eləyir. Müraciət edənlərin orta yaşı 21, ən aşağı yaş 13, ən yüksək yaş 78-dir. Jalə Gözalova, Vurhan Turabov, Telesəhər.